Hər kəsə salam. Bugün yenə bağlama açırıq. Bugün həm Temudan, həm də ki Xparqonun asan sifarişindən vurduğum 2 dənə məhsul göstərəcəm sizə. Bunları Temudan aldıqlarımdır qızlar. Bunları yenə çox bəyəndim. Bilirsiniz ki, mən bu Temunun uşaq ayaqqabılarını çox sevirəm, çox bəyənirəm. Həm qiyməti, həm də ki material olaraq çox superdir. Eyni zamanda da çox şirindilər, bilirsiniz ki. Sonra belə bir tapışkalar almışam. Bunları da çox bəyəndim. Qiyməti, hətta qiymətin desəm, yəni şoka düşərsiniz. Onları da çox bəyəndim. Belə 2 dənə bigudi aldım. Bu saçın ön hissəsini burmaq üçün. Və belə bir maqnitli sırğalar. Bunları da həm sırğa kimi, həm də piercing kimi istifadə edə bilərsiniz. Əgər qulağınızı falan deşmək istəmirsinizsə, əla bir şeydir. Sonra belə bir tuş almışdım. Ay qızlar, bu tuşdan nə qədər danışsam azdır. O qədər bəyəndim ki, yəni kiprikləri o qədər uzadır ki, həqiqətən sizi burada necə başa salım bilmirəm. Yəni gərək özünüz görəsiniz. Sonra belə bir pomada, bunu da çox bəyəndim, qalıcılığı falan. Həm də dodağa sürtməyi, çəkməyi çox asandır formasına görə. Və belə bir daraq almışdım. Daraq da həm saçı yolmayan, həm də ki baş dərisini masaj edən bir daraqdır. Funksiyası belədir və çox da bəyəndim. Bu ikisini isə Xparqonun asan sifariş bölməsindən, Çindən almışam. Düzdür, bunun materialı pambıq deyildi, amma sərin material idi. Əyində də çox gözəl qalırdı. Ona görə onu bəyəndim. Düzdür, material mən həmişə pambıq sevirəm, amma neyniyək, görünüş falan çox əla idi. Sonra belə bir köynək. Bu köynəyi də kətan gözləyirdim, amma kətan olmadı. Bir də bu köynəyə bu düymələr olmuşmu yəni?